Salam değerli şagirdler. Bugün de nəşrlərinin sınav imtahanı keçirilmişdi. Hal-hazırda 5-ci sinif Azərbaycan dil suallarını sürətli bir şəkildə izah edəcəm. Hansı bir sualın ətraflı izahını eşitmək istəsəz, videonun şərh bölməsində qeyd edərsiniz. İndi isə vaxt itirmədən birbaşa cavablar üzərindən sualları izah edim. Birinci mətnimizin adı Axmaq ayı mətnidir. Yəqin şagirdlərimiz mətni diqqətlə oxuyublar. Birinci sualımız belədir. Çəpiş ayının pəncəsindən xilas olmaq üçün hansı hiləyə əl atır? Deməli, diqqətlə baxsaq, birinci sualda hansı hiləyə əl atır? Özünün müayinə olduğunu deyib, ucadan mahnı oxumağa başlayır. Yəni, A variantını götürə bilərik. Keçək növbəti suala. İkinci sualda diqqət edəsək, tüm hərflərlə verilmiş hansı ifadədə məcazilik yoxdur. Diqqətlə baxsaq, burada A variantında qaça bilmək. Yəni, bu həqiqi mənada işlənmişdir. Amma digərlərdə özünə gəlmək, qalib gəlmək, bunlar məcazi məna bildirir. Üçüncü sualda diqqət edəsək, mətndə ayının hər üç qarşılaşmada eyni aqibətlə üzləşməsinin əsas səbəbi nə idi? Heyvanların ayının axmaqlığından istifadə edərək onun diqqətini asanlıqla yayındırması. C variantı. Dördüncü sualda çərçivədə verilmiş sözün kontekstə görə mənası təzim etmək, kimisə qabağında əyilmək, baş endirmək mənasında getdiyinə görə D variantını götürə bilərik. Beşinci suala diqqət edək. Deməli, mətnə əsasən hansı nəticəni çıxartmaq olar? Diqqətlə baxsaq burada, deməli, fiziki güc, ağıl və hiylə qarşısında aciz qalır. Ayı güclü olsa da, fiziki cəhətdən güclü olsa da, amma ağıldan istifadə etməlidir. Altıncıda, mətnin məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun ifadəni yazmaqla cümləni tamamlayın. Bir dənə baxaq, burada nə idi? Deməli, cümlə necə bitirdi? Ayın zərbədən hoşunu itirdi və yalnız günəş batarkən özünə gəldi və yaxud da ayıldı. Bunlardan birini yazmaq olar. Aha. Keçək 7-ci suala. Aha. 7-ci sualda diqqətlə baxaq. Deməli, hansı cümlədə tərz hərəkət zərfi işlənmişdir? Bax, sürətlə yerinə yetirdilər. Necə, nəcür? Yəni, tərz hərəkətin sualı. 8-cidə keçmiş zamanı inkarıdır, bildirdi. Keçmiş zaman bildirmədi. İnkarda olan keçmiş zaman. A variantı. Sonra, buradan 9-cu suala diqqət edək. Hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Biz veririk ki, burada Rum rəqəm olanda şəkilçiyə ehtiyac olunur. C variantı. 10-cu sual diqqət edək. Deməli, hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Diqqət edəsək burada maraqlıydı, çox maraqlıydı. Məsələn, buna diqqət etmək olar. Ən lap çox sifətlə işlənəndə burada sifətin çoxaltma dərəcəsini yaradır. 11-ci suala diqqət edək. Mələk sözündə deyir ki, hansı şəkilsini, hal şəkilsini artırsaq, Q əvəzlənməsi olmaz. Biz bilirik ki, sait artıranda əvəzlənmə olduğuna görə avtomatik A, C, B-də sait var, amma B çıxışlıq dan-dən olduğuna görə samitlə başlayır. Mələk mələkdən, yəni Q burada olduğu kimi qalır, yazılışdan söhbət gedir. Keçək o bir suala. Diqqət edək. Aha, burada hansı cümlədə fərqləndirilmiş söz ümumi ismin xüsusi ismə keçməsindən misal ola bilməz? Burada şirin sözünü seçə bilərik. Çünki şirin balaca ilə yazılanda nitq hissəsi olaraq sifət olur. Amma ümumi xüsusi isimlər hər ikisi, yəni belə deyək də, böyük və balaca ilə yazılmasına asılı olmayaraq isim olmalıdır. Keçək o bir suala. 12-ci suala diqqət edək. Qasırğa fırtına sözünün sinonimini soruşur. Burada diqqət edəsək, baxın, burada bircə saniyə yəni. Variant edeyimsə, tufan. D variant olacaq. Gələk buradan 14-cü suala. 14-cü sualda diqqət edək. Öskürə yoxdur sözü ilə bağlı yanlış fikri müəyyən edin. Burada Q-lardan biri G-yə çevriləcək, o birisi Q-dan sonra sait gəlinə görə G-yə çevriləcək. Yazıb, G samitinin kar qarşılığı işlənmişdir. G-nin qarşılığı K-dır,
Amma tələffüzdə biz görürük ki, G belə deyim də, daha doğrusu Q-lar biri G-yə, biri Y-yə çevrildiyinə görə artıq Q belə deyim səsi yoxdur. A variantı. Hansı cümlədə bağlayıcı işlənmişdir? 15-ci suala diqqət etsək, ancaq özündən əvvəl vergül işlənib, bax bu qarşılaşdırma bağlayıcısı. 16-cı sualda hansı sözün tərkibində leksik şəkilsi işlənməmişdir? Saralmaq sözün kökü elə saraldır. Bax burada qrammatikdir. Belə 16-cı sualda qeyd elədik. Aha. 17-ci suala diqqət edək. Hansı cümlədə mənsubiyyət şəkilsi qəbul etmiş söz, həm də ismin təsiriyyat şəkilsini qəbul etmişdir. Vətənim, vətənimdəki im, mənim vətənim, mənsubiyyət, vətənimin təsiriyyat. D variantı. 18-ci sualda əlamət bildirən dedikdə xeyirxahdır, sonra səmimidir, çalışqandır. Bunlar keyfiyyət bildirir, amma qırmızı əlamət bildirir. B variantı. 19-cu sualda diqqət eləsək burada mürəkkəb feili dediyinə görə atılıb düşürdü. Atılıb düşmək. Bunu cavab kağızına yazmaq lazımdır. Gəldik növbəti sualımıza. Mətni yəqin şagirdlərimiz diqqətlə oxuyublar. Bir daha mətnin üzərində qalmayaq, yəni oxumayaq. Birbaşa cavaba keçək. Mədinə xanım Qiyasbəyli ilk belə deyim də, kənd qız məktəbini harada açmışdır? Qazaxın Salahlı kəndində. Çünki orada yazmışdı ki, doğulduğu kənddə, yəni ilk məktəbini açmışdır. İndi gələk növbəti sualımıza 21. Deməli, Bakıdakı fəaliyyətlə bağlı orada ilk müəllim kadrları hazırlayan ocağın, yəni qızlar üçün ilk müəllim kadrları hazırlayan ocağın əsasını qoymuşdur. Orada B variantını seçə bilərik. Mədinə xanımın sənətliğinlə yaradıcı əlaqəsi nədən ibarət idi? Burada əsəri, Yevgeni Onegin əsərini tərcümə edərkən Mədinə xanımın tövsiyələrindən yararlanmışdır. C variantını seçə bilərik. Diqqətlə baxaq bura. Sonra keçək o bir suallara, diqqət edin. Aha, biraz balacalaşdıraq. Deməli, burada yazıb ki, Mədinə xanımın fəaliyyətini xarakterizə edən ümumi cəhət hansıdır? İlk dəfə yerli kənd mühitində maarifçilik işinə başlamışdır. Sonra isə respublika səviyyəli pedaqoji ocaqları və mətbuata qədər yüksəlmişdir. Kənddən Bakıya qədər gəlib çıxmışdır. 24-cüdə, yəni ki, Mədinə xanım aslında məşhur şagird tapılmaq üçün insanlara etirazlı olduğuna görə birinci öz qohumlarından başladı, yaxın qohumların uşaqlarından. 25-də Mədinə xanım Qiyasbəylinin rus dilinə tərcümə etdiyi əsərləri müəyyən edib cavab kağızına yazın. Diqqət eləsək mətndə ən sonuncu cümləyə diqqət eləsək, rus oxucuları onun tərcüməsi ilə Ordubadinin Dumanlı Təbriz Əbülhəsənin Yoxuşlar romanı ilə tanış olmuşdur. Bunu qeyd edə bilərik. Bu iki əsər burada yazılmışdır, tərcümə əsəridir. Belə, sürətli bir şəkildə bütün sualların izahını verdik. Əgər video faydalı oldusa, kanalı bəyənməyi və abunə olmağı unutmayın. Təşəkkürlər.